Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi və mən təbiəhum bi ihsanin ilə yevmiddin, əmmə ba'd. Deməli, qardaşlar, Uca Allahın müvəffəqiyyəti ilə qəlblərin islahı haqqında hədisləri oxumağa davam edirik. Bugünkü mövzumuz Əl-Məvaidu Həyatul Qulub. Muizələr, öyüd nəsihətlər, yəni qəlblərin həyatıdır başlığındadır. İrbəd ibn Səriyə radiyallahu anhu deyir ki, Sallə binə Rasulullah sallallahu aleyhi və səlləm zətə yevmin. Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün bizə namaz qıldırdı. Thumma aqbələ aleynə fəva'adənə məv'izətən bəliğə zərəfət minhəl uyun və vəcilət minhəl qulub. Sonra, namazdan sonra yəni bizə tərəf çevrildi və bizə gözəl, bəliğ bir muizə elədi, öyüd nəsihət verdi və bundan deyir, gözlər yaşardı. İnsanların gözləri yaşardı və qəlbləri qorxuya düşdü. Fəqalə qail. O zaman deyir, bir nəfər oradan dedi ki, Yə Rasulallah, ey Allahın Rəsulu, kəənnə hədihi məv'idətü muvaddi'in fəmədə tə'həd ileynə. Bu, sanki vəda edən bir kəsin, vəda edən bir şəxsin muizəsi kimidir. Bizə nə nəsiyyət eləyirsən? Nə buyurursan? Fəqal və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Usikum bitəqvallahi və səm'i və ta'ati və in abdən həbəşiyyən. Mən sizə Allaha qarşı təqvalı olmağı və hətta həbəşi bir qul olsa belə eşidib itaət etməyi, yəni rəhbərə eşidib itaət etməyi əmr edirəm. فَإِنَّهُ مَنْ يَعِشْ مِنْكُمْ بَعْدِ فَسَيَرَ اخْتِلَافًا كَثِيرًا. Həqiqətən sizlərdən məndən sonra kim yaşayacaqsa, çoxlu ixtilaflar görəcək. فَعَلَيْكُمْ بِسُنَّةِ وَسُنَّةِ الْخُلَفَاءِ الْمَهْدِيِّينَ الرَّاشِدِينَ. Mən sizə öz sünnətimi və Raşidi, Mehdi xəlifələrimin sünnətinə tutunmağınızı tövsiyə eləyirəm. Təməssəku bihə və addu aleyhə bin nəvaciz. Bundan tutunun və ağzı dişlərinizlə yapışın. Bundan yəni ağzı dişlərinizlə yapışın. Və iyyəkum və muhtəsətil umur. Sonradan dinə salınmış işlərdən isə çəkinin. Fə innə kullə muhtəsətin bid'ə və kullə bid'ətin dalalə. Həqiqətən dinə sonradan salınmış bütün yeniliklər bidətdir və hər bidət də azğınlıqdır. Ravahu Abu Davud və Tirmizi. Bu hədisi Abu Davud və İmam Tirmizi rivayət eləyiblər. Sonra digər hədisdə An Əbi Vail qalə kənə Abdullah radiyallahu anhu yüzəkkirun nəsə fi kulli xamis. Əbu Vail deyir ki, Abdullah, Allah ondan razı olsun, burada İbn Məsuddan gedir söhbət, Abdullah ibn Məsud, hər xamis, yəni 4-cü günü, hər həftənin 4-cü günü deyir, bizə xatırlatma edirdi. Fəqalə ləhu racul. Bir nəfərdir ona dedi ki, Yə Əbə Abdərrahman, ey Abdurrahmanın atası, ləvədittu ənəkə zəkkərtənə kullə yevm. Mən istəyərdim ki, sən bizə hər gün bu cür xatırlatma edəsən, hər gün bizə belə nəsiyyətlər eləyəsən. Qal, yəni Abdullah dedi, Abdullah bin Məsud, Əmə innəhu yəmnəuni min zəlikə ənni əkrahu ən umilləkum. Məni bunu etməkdəndir, çəkindirən sadəcə sizi yormaq istəməməyimdir. Yəni qorxuram ki, sizi bezdirəm, sizi yoram. Və inni ətəxəvvəlukum bil məv'izəti kəmə kənən nəbiyyü sallallahu aleyhi və səlləm yətəxəvvəlunə bihə məxafətəs səmməti aleynə. Mən deyir sizi Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə ağır gəlməsin deyə, bizi yormasın deyə tərk etdiyi ilə tərk edirəm. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm necə etmişsə bizlə, necə muizələri necə davam elətdirirdisə, mən də sizə o cür edirəm. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm də səhabələrə yəni bu cür arada nəsiyyətlər eləyirdi, hər gün yox. Arada eləyirdi ki, hətta yəni bu bizə ağır gəlməsin. Mən də ona görə sizə bu cür eləyirəm yəni.
Ravahul Buxari və Muslim. Bu hədisi də İmam Buxari və Muslim rəvayət eləyiblər. Sonra Cabir ibn Samura radiyallahu anhu deyir ki, Kən Rasulullah sallallahu aleyhi və səlləm lə yutilul mu'izətə yevməl cüm'ə. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm cümə günü muizəni çox uzatmazdı. İnnəmə hunnə kəlimətun yəsirat. Həqiqətən onlar az bir kəlmələr idi. Sonra Cabir ibn Abdullah radiyallahu anhuma deyir ki, şəhiddu ma'a Rasulullah sallallahu aleyhi və səlləm salətə yevməl idi fəbədəə bis salati qabləl xutbəti bi qeyri əzənin və lə iqamə. Mən deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər bayram namazına şahid oldum. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər bayram namazı qıldım. O deyir, xütbədən öncə namaz qıldırdı. Xütbədən öncə namazdan başladı, əzansız və iqaməsiz. Əzan və iqamə etmədən birbaşa namazı qıldırdı, yəni sonra artıq xütbəni verdi. Bu hansı namazdan gelir? Bayram namazı. Summa qama mutavakkian ala Bilalin fa amara bi taqvallahi və hassa ala taatihi və va'azan nasa və zəkkerahum. Daha sonra yəni namazı qılandan sonra durdu və Bilala söykəndi. Bilala söykəndi və insanlara Allaha təqvalı olmalarını, ona itaat etmələrini xatırlatdı. Summa mada hatta atan nisaa fa wa'adahunna və zəkkerahunna. Daha sonra irəlilədi qadınlar tərəfə, hətta qadınlara tərəf çatdı və sonra onlara xüsusi olaraq bir daha nəsihət elədi. Yenə onlara moizə elədi, öyüd nəsihət verdi və xatırlatdı. Fəqal təsaddaqna fə innə əktərakunna hatabu cəhənnəm. Deyir ki, qadınlara Peyğəmbər sallallahu əleyhi və səlləm sədaqə verin. Həqiqətən sizin çoxunuz cəhənnəm odunudur. Cəhənnəmin yanacağıdır yəni. Fəqamət imra'atun min sitatin nisai səfa'ul xaddayn. Qadınların ortasından bir qadın yanaqlarının rəngi dəyişmiş halda bir qadın durdu. Fəqalət və dedi: Limə ya Rasulallah? Niyə ey Allahın Rasulu? Nəyə soruşur? Niyə görə niyə deyir? Cəhənnəmin çoxsu qadına. Niyə? Niyə ey Allahın Rasulu deyib soruşdu. Qal. Peyğəmbər sallallahu əleyhi və səlləm isə cavabında dedi: Li'annakunna tukthirna şəkata və takfurnal ashir. Çünki deyir siz çoxlu şikayət eləyirsiniz, ər nemətinə qarşı da nankorluq edirsiniz. Bu kimi hədisin digər variantında orada gəlir ki, bu ər nemətinə qarşı nankorluq etmək nədir? Deyir sizə çoxlu yaxşılıq eləyir. Bir dənə pislik görək, deyir səndən heç də görməmişəm. Səndən heç bir yaxşılıq görməmişəm. Yəni bu da nədir? Ər nemətinə, ərin o yaxşılıqlarına qarşı nədir? Bir nankorluqdur. Həm şikayət, həm nankorluq. Və bundan sonra Peyğəmbər sallallahu əleyhi və səlləm bu sözü də deyəndən sonra onlar deyir başladılar öz zinət əşyalarını Bilalın paltarının üstünə atmağa. Öz sırğalarını, öz üzük barmaqlarından üzükləri çıxarıb sədəqə olaraq başladılar atmağa. Yəni Bilalın paltarının üstünə. Ravahul Buxari və Muslim və lafzu lahu. Buxari və Muslim rivayət edib, bu ləfz də oxuduğumuz ləfz də Müslimin rivayət elədiyi ləfz. Baxın qardaşlar, burada bir neçə dənə hədis gəldi. Şeyx buyurur ki, sünnədə bu cür hədislər çoxdur. Hansı ki, bu muizənin, nəsihətin məkanına, ucalığına, qüvvətinə və qəlblərə necə təsir etməsinə deyir, dəlillərdir bunlar. Və həqiqətən muizə məclisləri, nəsihət, öyüd nəsihət məclisləri, zikr məclisləri qəlblərin həyatıdır. Qəlblərin həyatı və oyanıqlığı, ayıqlığı muizə məclislərindədir. Yəni qəlblərin nəyi var? Qəfləti var. Onların ayıqlığı isə, ayılması isə, haqqı görməsi isə muizə məclislərindədir. Həyatı, qəlblərin nəyi var? Ölümü var, xəstəliyi var, hətta ölür. Amma qəlblərin həyatı nədir? Bax, bu muizələrdədir. Ona görə şeyx başlığı elə qoyub. Əl-məvaizu həyatul qulub. Muizələr qəlblərin həyatıdır. Qəlblərin həyatıdır. Yəni qəlblərin həyatı gerçək həyat. Həqiqi həyat nədir? Muizələrdədir. Baxın, sonra digər hədis Hanzalatul Useydiyyi radiyallahu anhu və kənə min kuttabir Rasulillahi sallallahu aleyhi ve sellem. Və deyir Peyğəmbər sallallahu aleyhi ve sellem katiblərindən idi. Deyir ki, laqiyani Əbu Bəkir radiyallahu anhu fəqalə keyfə əntə ya Hanzala. Deyir, mənlə bir gün
Əbu Bəkir rastlaşdı yolda və dedi ki, necəsən ey Hanzala? Necəsən? Qalə qultu nəfəqə Hanzala. Mən dedim ki, Hanzala münafiq oldu. Qalə subhanallah, mə təqul. Əbu Bəkir dedi ki, subhanallah, sən nə deyirsən, sən nə danışırsan? Qal, çünki bilir axı Hanzala məkanı Peyğəmbər sallallahu aleyhi ve sellem yanında sadiq sahabələrdəndir. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem ona vəhiy yazmağı belə əmanət eləyib, yazır, vəhiy yazır, xeyirli insanlardandır. Qultu, o da dedi ki, Hanzala, dedim ki, Nəkunu ində Rasulullah sallallahu aleyhi və səlləm yüzəkkiruna bin nari vəl cənnə həttə kəənnə ra'yə aynin. Biz Peyğəmbər sallallahu aleyhi və səlləm yanında oluruq və o bizə xatırlatmalar eləyir. Cəhənnəmi xatırladır, cənnəti xatırladır. Hətta sanki biz onu gözümüzlə görürmüş kimi oluruq. Yəni o qədər bizi xatırladır, açıq aydın. Fəidə xaracnə min indi Rasulullah sallallahu aleyhi və səlləm a'fəsnəl əzvəcə vəl-əvlədə vəd-day'ati fənəsinə kəthira. Və deyir, daha sonra biz Peyğəmbər sallallahu aleyhi ve sellem yanından çıxırıq və zövcələrimizlə, övladlarımızla əylənirik və ticarət, mal qazanmaq işləri, qazanc qazanma işləri deyir, bizə çoxunu unutturur. Yəni, unuduruq sanki bu şeyləri. Qalə Əbu Bəkir. Əbu Bəkir deyir ki, radiyallahu anhu, fəvallahi innə lənəlqa mislə hədə. Allaha and olsun ki, eyni sən o dediyini, yəni eyni bunu biz də deyirik, bunu yaşayırıq. Fəntalaqtu ənə və Əbu Bəkrin həttə dəxəlnə alə Rasulullah sallallahu aleyhi ve sellem. Mən və Əbu Bəkir deyir, yollandıq Peyğəmbər sallallahu aleyhi ve sellem yanına. Hətta onun yanına girdik. Getdik, onun yanına girdik. Dedim ki, nəfəqə Hanzala, ya Rasulallah. Dedim ki, ey Allahın Rasulü, Hanzala münafiq oldu. Fəqalə Rasulullah sallallahu aleyhi ve sellem və məzək. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, o nədir? Yəni, necə münafiq oldu? Qultu ya Rasulallah. Dedim ki, ey Allahın Rasulü, biz sizin yanınızda oluruq. Nəsiyyət eləyirsən bizə, xatırladırsan cənnəti, cəhənnəmi, hətta sanki biz onu gözümüzlə görürük. Və sonra deyirsən, yanından çıxırıq. Ailələrimizə başımız qatışır, onların əylənirik, uşaqlarımızla, ticarətimizlə, qazancımızla və s. Və bir şey, çox şey unuduruq deyir. Fəqalə Rasulullah sallallahu aleyhi ve sellem. Allah Rasulü sallallahu aleyhi ve sellem deyir. وَالَّذ۪ي نَفْسِي بِيَدِهِ. Canım əlində olana and olsun ki, اِنْ لَوْ تَدُومُونَ عَلَى مَا تَكُونُونَ عِنْدِي وَفِي الذِّكْرِ. Canım əlində olana and olsun ki, deyir, əgər siz mənim yanımda olduğunuz hala davam etsəniz, bu zikir halında davam etsəniz, bu halda olsanız, لَسَافَحَتْكُمُ الْمَلَائِكَةُ عَلَى فُرُوشِكُمْ وَفِي طُرُوقِكُمْ وَلَكِنْ يَا حَنْظَلَ سَاعَةً وَسَاعَةً. Mələklər yatağınızın üstündə və yolunuzda sizinlə görüşərlər. Lakin deyir, ey Hanzala, bəzən belə, bəzən də belə. Thələthə mərrat. 3 dəfə deyir Peyğəmbər sallallahu aleyhi ve sellem bunu dedi. 3 dəfə. Başqa ləfsdə gəlir ki, qalə ya Hanzalatu sa'atan və sa'a. Peyğəmbər sallallahu aleyhi ve sellem ki, ey Hanzala, bəzən belə olur, bəzən belə olur. Yəni bəzən məsələn məclisdəsən, zikr olunur, moizə olunur, tövsiyə olunur. İnsan imanı qalxır. Sanki o gözü ilə görürmüş kimi olur. Sonra məsəl üçün başı digər dünya işlərinə qarışır, biraz o şeyləri sanki unudur. Yəni bəzən belə olur, bəzən belə. وَلَوْ كَانَتْ تَكُونُ قُلُوبُكُمْ كَمَا تَكُونُ عِنْدَ الذِّكْرِ لَصَافَحَتْكُمُ الْمَلَائِكَةُ حَتَّى تُسَلِّمَ عَلَيْكُمْ فِي الطُّرُقِ. Əgər sizin deyir qəlbləriniz xatırlatma olduğu zaman, yəni zikir məclisi olduğu zaman olan halda olarsa, mələklər sizlə görüşər. Hətta yollarda sizə salam verərlər. Rəvahı Müslim. Bu hədisi İmam Müslim rəvayət edib. Və bu, yəni moizələr də nə vaxt həmən o cür təsirli olur, nə vaxt bərəkətli olur? Quranla və Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsi ilə olanda. Əgər o moizədə Quran varsa, Quran ayələri oxunursa və Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsi oxunursa, sünnəyə təşviq olunursa, və bu zaman o bərəkətlənir.